Tədbir məndə həqiqətən çox xoş təəssüratlar qoydu. Həm depressiyalı bağlı maarifləndirici, depressiyaya yaşayan bir yaxınımız olanda necə onda davranmalı olduğumuzu öyrəndik tədbirdə. Tədbirin praktiki hissəsi isə həqiqətən mənim üçün ən xoş hissəsi oldu. Demək olar ki, o relaks mahnı ilə gözlərimizi bağlayarkən yaşadıqlarım bambaşqa bir dünya idi mənim üçün. Və əlbəttə ki, təlimçimiz Kəmilə xanıma və sədrimiz Fidan xanıma da təşəkkür edirik belə bir təlim üçün. Bugün SEP-in təşkilatçılığı ilə olan depressiya təliminə qatıldı və təlim çox möhtəşəm idi. Nəzər hissələri ilə yanaşı praktik hissə də oldu. Mənim ən çox bəyəndiyim praktik hissə idi ki, mən orada da öz dərin hisslərimlə üzləşdim. Kəmilə xanıma və Fidan xanıma çox təşəkkür edirəm.